Birinci növbədə şəhid analarına müraciət edirəm. Heç vaxt şəhidlər üçün ağlamayın analar. Sizə qurban olun. Sizin qeyrətinizə qurban olun ki, belə evlatlar doğmuşsunuz, belə böyütmüşsünüz, vətənin müdafiəsini onu göndərmişsiniz. Onlar üçün gülmək, sevinmək lazımdır. Onlar xiyabanda çox məğrur yatırlar. Onlar ölmürlər. Onların ruhu bu torpağın üstündədir. Onların ruhu bu vətəni azad edəcək. Özümü də qurban demişəm. Allah mənə göstərməsə də, bütün vətənimin körpələrinə mənim balaca oğlum var Elçin. Allah hamı balalarının canını sağ eləsin. Mən evdən çıxanda 2 yaşı olacaq avqust ayında. Mən 5 aylı Cəfərdiyəm. Mən Elçinə baxdım, o qədər gözəl uşaqdır ki. Evdən çıxanda dedim ki, Elçin, uşaq mənə elə baxırdı ki, mən birinci dəfə döyüşə gedən. Dedim, mən gedirəm, bala sənin azadlığındır. Əgər mən qayıtmasam, bil ki, sənin azadlığında bizim şəhidlərin, bizim evlatların, millətin ən qeyrətli evlatlarının payı var. Həmin o bizim payımızda yaşayacaq. Mən bilirəm ki, burada olanların çoxunun evlatları var. Bizim aramızdan köçənlərin də evlatları qalıb. Həmin evlatlar savab fəxrlə bu xalqın üzünə baxacaq. Çünki onların atasının qanı bu torpaqda, bu torpağın azadlığı uğrunda. Bu torpağa qarışıb. Onların ruhu bizim başımızda, bizim rəhmətə gedənlərimizin, bizim şəhid olanların balaları səbah vüqarla baxacaq bu vətənə.